İnsan imanını qoruması üçün ən mühüm amillərdən biri də Allahın göndərdiyi Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmi yaxşı tanımasıdır. Çünki Allah Teala o Peyğəmbəri bütün bəşəriyyət üçün göndərmişdir. وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Uca Allah buyurur səmalarda nazil etdiyi ayədə, biz səni aləmlərə bir rəhmət olaraq göndərdik. Yəni iman gətirən, mömin, kişi və qadın, ona bu dini çatdıran şəxsiyyətin həyatını ən gözəl şəkildə bilməlidir ki, o imanını qoruya bilsin. Çünki bizə Allahın dinini çatdıran kimdir? Allahın rəsuludur. Allahın sevimli, seçdiyi Peyğəmbəridir. Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərdir. Və hər bir müsəlman da imanının qorunmasında ona göndərilən və onun əli ilə İslamı qəbul edən insan onu tanımalıdır, yaxşı tanımalıdır. Hansı ki Allah Teala onu seçib insanlar içərisində, bəşəriyyət içərisində və hər bir müsəlman da onun həyatını bilməlidir. O necə əxlaq sahibi olub, necə insanlara Allahın dinini çatdırıb və insan imanını qoruyan ən mühüm amillərdən də öz Peyğəmbərini tanımasıdır. Necə yəni insan Peyğəmbərini tanımadan imanını qoruya bilər, saxlaya bilər? Necə bir insan Peyğəmbərini tanımadan, Peyğəmbərinin buyurduqlarına əməl etmədən imanını qoruya bilər?